Vicdanın varsa dinə ehtiyacın yoxdur məntiqinin hansı nəticələr verdiyini görmək istəyirsinizsə bu videoya baxın. Bəlkə bu şeyə görə məni qınayarlar. İndi bizdə uşaqlıqdan belə öyrədilib bax ki, valideyn borcu heç vaxt ödənməz. Sən neynəsən də canını belə versən, sən valideyn haqqını ödəyə bilməzsən. Tamam, razıyam. Biz valideynlərimizin borcunu, haqqını ödəyə bilmərik. Amma niyə? Ateistlər deyirlər ki, əxlaqlı olmaq üçün dinə ehtiyacın yoxdur. Vicdanın varsa kifayətdir. Onlar vicdanın böyük bir qüvvə olduğunu zənn edib meydana göndərirlər və deyirlər ki, indi bizi düşmənin hücumlarının müqabilində qoru. Bəli, vicdan böyük bir qüvvədir və böyük nailiyyətlər əldə etmək qüdrətinə malikdir. Ancaq onun müqabilində olan düşmən kimdir? Onun müqabilində olan düşmən nəfs və onun arxasında dayanan şeytandır. Nəfs şeytana arxalanaraq elə mükəmməl və hiləgərcəsinə hücum edir ki, vicdan axırda susmağa məhkum olur. Nəfs hücumlarını niyə sözü ilə başlayan cümlələrlə qurur? Niyə mən böyüyə hörmət eləməliyəm? Niyə böyük gəldi ayağa qalxmalıyam? Və bundan da o tərəfə, niyə mən valideynə borcluyam? Niyə valideynə hörmət eləməliyəm? Niyə valideyni dəyərli bilməliyəm? Əgər vicdanın arxasında din amili və din kimi bir qüdrət dayanmasa, nəfsin bu niyələri, bu mühakimələri qarşısında aciz qalacaq və ona təslim olacaq. Əgər bir insanın dini varsa, vicdanı ilə və ağlı ilə cavab verə bilmədiyi məsələləri ən azından Allahın belə deyib, Allah hər şeyi gözəl bilir, ona görə belə buyurubdur deyib ona itaat edəcək və ona əməl edəcək. Bu niyələr o qədər hiləgərcəsinə və mükəmməl formada irəli sürülür ki, onların cavabını yalnız və yalnız din verə bilər. Dini olmayan insanın da bu kimi nəticələrlə üzləşməsi qaçılmazdır. Bu günə kimi nə qədər, niyə mən belə etməliyəm, niyə mən böyüyə hörmət eləməliyəm, niyə filan şeyi etməliyəm cümlələrini eşitmisinizsə, bilin ki, bunlar ağlın tərəqqisindən, inkişafından yox, vicdanın nəfs qarşısında məğlubiyyətinin nəticəsidir.